Hər kəs salam dostlar, mən Kamil. Bugün sizlərə kompüterinizin yuxu modundan çıxartmanızı və yuxu modundan keçməməyi göstərəcəm. Yəni, bunu etməyi göstərəcəm. Bunun üçün elədiyimiz işləm ancaq laptoplar, yəni notebooklar üçün olacaq. Masaüstlərində burada olmayacaq, yəni masaüstü üçün olmayacaq. Yəni masaüstü bilmirəm, işlətməmişəm heç personal kompüter. Onlarda da möhtəmələn belə şeydir. Nəysə, burada bu dediyim şey laptoplara aiddir, yəni. Nə edirik? Yuxu moduna keçməsini əngəlləmək üçün. Burada Zatka işarəsi var. Onun üzərinə sağ tık və Nastroyka Yakos ekrana etdikdə belə bir yerə gəlir və ya bundan başqa bunu əgər tapa edə bilmirsinizsə, burada masaüstü üçün göstərəm bunu. Bu belə etdikdə, yəni notebooklarda, yəni belə işə yarayır. Masaüstündə isə başlata gəlirik, panel upravleniya, mən aşağı etdikdə və plövünü və selektora, nəysə, oxuyamadım. Belə bir yer açılır. Belə yer açıldıqdan sonra bu iki menü hər ikisi də yönləndirir eyni yerə. Yəni buna da bassaq eyni yerə aparacaq. Yəni buna da bassaq, yəni eyni yerə aparır, eyni yerə yönləndirir. Burada ekran işığının sönməməsini istəyir, yəni yuxu modundan keçməsini istəmirsə, burada sizdə möhtəmələn bu 10.000 olacaq. Yəni məndə də 10.000 idi. Yox, 5.000. Sizdə 5.000 olar və bəlkə daha çox olar. Belə olur. Siz burada bu Nikagda seçəcəksiniz və saxlanıb izminiyə basacağınız və yuxu moduna keçməyəcək. Əgər məsələn bir film izlədiyində, eləyəndə kompüteriniz sönürsə və ya mausunuzla hərəkət etdirmədən hərəkət etdirmək istəmirsinizsə, yəni sönməsini istəmirsinizsə, burada bunu da Nikagda və bunu da Nikagda edin və saxlanıb izminiyə basın. Artıq kompüteriniz yuxu modundan deaktiv olacaq və yuxu moduna keçməyəcək dostlar. Yəni bu qədər aktiv eləmək istəyirsinizsə, burada həmin ki, yenə işləmi eləyəsiniz, burada dəqiqəsini seçirsiniz və qoyursunuz, belə edirsiniz. Burada da rejimlərini yəni göstərir. Ekonomi rejim, nəysə, əvvəlki normal rejim edirsiniz. Artıq yəni bu qədər. Sonra burada klik və çıxırıq və bu qədər. İşimiz qutardı. Nəysə, əgər videodan nəsə götürürsə, xeyir götürürsə, kanalımıza videoya like atmağı və kanalımıza abunə olmağı, gəl videoya görüşənə qədər.